Xanımlar və cənablar, futbolçular 2024-2025 sezonunun ikinci maçıdır bu səhv eləmirəmsə, amma soyuqdur deyir, şikayət edir. Cole Palmer sevinci elədi. Cəfər Rüstəmov. Və bəli, sizinlə yenidən mən, Mahmud Tərverdiyev, həmkarım Kamranla bərabər bugün sizinlə uzun müddətdən sonra efirdəyiz. Son buraxılışımız, yanlış xatırlamıramsa. Son buraxılışımız, yanlış xatırlamıramsa, noyabr ayında olmuşdu və bundan sonra ilk dəfə may ayının ilk günlərində sizinlə yenidən mənəm. Və bəli, bugün meydançada iki komandamız var. Bunlardan soldakı komandanın adı həmişə yaşıl komandasıdır. Sağdakı komandanın adı pişiklərdir. Çox təzadlı bir durum budur ki, həmişə yaşıl komandası yaşıl nakitkaları giyinməkdən imtina elədilər. Ona görə bugün məhz yaşıl olmayan tərəf həmişə yaşıl komandasıdır. Onlar COP29 tədbiri münasibəti ilə bu adı götürdüklərini etiraf etməsələr də bu gizli bilgi bizə ulaşdı. Komandalarla tanış olaq. Bu arada xatırladaq ki, bir komanda hələ ki 5 nəfərlə oynayır. Bu mövzudakı məsuliyyətsizliyə görə də Təbriz Həsənlini qınayırıq. Və bəli, indi isə gəlin komandalarla tanış olaq. Həmişə yaşıl komandasının üzvləri Əhməd Kazımovski, Torulun soyadı nədir? Torul Bağmanlı, Sadiqin soyadı nədir? Sadiq Əliyev, Cəfər Rüstəmov, Mətləb Əzizli və Fərid Əhmədovu da dedim deyəsən və bu qədər və başqaları. Digər pişiklər komandasında isə oyuncular Kamran dediyi o qədər, Kamal dediyi o qədər adını, soyadını. Neysə, arada bu tərəfə gedər soruşaram. Kamal, Sabir Manaflı, Murad Rüstəmli, Əvəz Bayramlı, Təbriz Həsənli, o da bu komandada olmalıydı və İkram soyadın neydi? Yadımdan çıxdı, yenə eşidə bilmədim. Siz əgər buraxılışımıza baxaraq eşitdinizsə, burada Əvəz Bayramlı yaxşı bir epizod yaradırdı, amma müdafiə inamlı təsir bağışlayır. İndi isə həmişə yaşılın bir zərbəsi Mətləb usta bir şəkildə fərq edə bilir. Fəridin asisti, Mətləbin qolu. Həmişə yaşıl komandası 1-0 önə çıxır burada. Və top yenidən mərkəz nöqtəsinə qoyulur. İkram burada başlama zərbəsini yerinə yetirəcək. Komandalar yerini alır və nəhayət Təbriz Həsənli 3 dəqiqədən sonra meydançadadır. Utanmadan salam da verir bu kameraya. Və top meydançanı həmişə yaşıl komandasından tərk edir. İkram ətrafa baxdı, komanda yoldaşlarını axtardı, yaxşı bir pas, Sabir Manaflı zərbə yoxladı, amma bu zərbə o qədər də uğurlu alındı deyə bilmərik. Bu günlərdə Sabir Manaflının bir qədər düşüncəli günləridir, Arsenalı 1-0 qaşıyıb göndəriblər öz meydanlarında. Olsun, eybi yox. Yəni bu futboldur, uduzanda da utanılacaq bir şey yoxdur burada. Murad Rüstəmli 8 ildir bu formanı giyinir. Yəni mən buna başqa bir şərh tapa bilmirəm. Görənlər zəhmət olmasa 10 liradan, 20 liradan atsınlar, bu uşağa bir dənə təzə forma alar. Qapıda isə Bayern formalı Sadiqdir. Onu bu meydançalarda ilk dəfə də görürük zənnimcə. Görək bu neçənci olacaq. Toxrulun pası, Mətləb, onlar yaxşı anlaşdılar, amma Sabir Manaflı inamlı oynadı. Əvəz Bayramlının müdaxiləsi oyunsa dayandırılır. Burada qayda pozuntusu da olduğunu deyir hakim. Sabir Manaflı cərimə zərbəsini başladı. Murad Rüstəmli uzaqda gördü burada komanda yoldaşını, amma hara? O xoşlayır belə uzun mənasız pasları, görək hansı biri uğurlu olacaq. Bugün yeri gəlmişkən auditoriyamızda var. Artıq orada 5 nəfər yığılıb. Görək oyunun sonunda bu neçə nəfər olacaq. Əvəz Bayramlı çox çətin yerdədir. Murad Rüstəmlinin geri pası. Təbriz Həsənli qapıdan çıxdı, dribling elədi, pasını verdi, amma Murad Rüstəmli pası gözləmirdi. Elə bil ki, bu iki şeyin evdə qalmırlar. Və Cəfər Rüstəmov
həmişə olduğundan fərqli olaraq o bu günləri daha hərəkət olaraq pasiv roldadır. Hələ ki o qədər də onu hərəkətli görməmişik. Pası verən Murad Rüstəmli, Əvəz Bayramlı uzun göndərdi burada Kamala doğru, amma Kamal topa çata bilmir, təəssüf ki. Sadiq topu elinə alır və topu oyuna daxil elədi. Kazimovski çox təhlükəli bir oyuncudur, amma oyun bacarığından çox, yəni rəqibi sakatlamaq olaraq və burada Mətləb Əzizlidir. Mətləb Əzizli özünün və komandasının ikinci qoluna imza atır. Çox təvazökar bir şəkildə sevinir. Yəni çox normal bir halmış kimi bu onun üçün. Görək Murad Rüstəmlinin komandası bu qola necə reaksiya verəcək. Küçümsəyici bir gülüş Murad Rüstəmlidən. İkramın gözəl düşünülmüş ara pası. Əvəz Bayramlı topu tutdu, amma Fəridə Əhmədov. Onun komandası bu il Çempionlar Liqasında yoxdur, amma o özü var. Murad Rüstəmli topun arxasındadır. İçəriyə göndərilmiş bir top. Fəridə Əhmədov. Cəfər Rüstəmovun zərbəsi, amma qapıdan 2 metr kənara getdi. Bunda heç bir sıxıntı yoxdur. Olur belə şeylər. Yeri gəlmişkən onun idoli Ronaldo'nun da ara sıra bu cür zərbələri var. Və bəli, maçın ən azından videomuzun 7-ci dəqiqəsindəyik. Belə ki 2-0, həmişə yaşıl komandası öndədir. Amma sizi təmin eləyə bilərəm ki, iləridəki dəqiqələrdə bu hesab heç də bu qədər sakit qalmayacaq. Stoper vari dedi. Futbol tarixində ilk dəfə də belə bir termin işlədilir. Kazimovskinin təhlükəli pası və Murad Rüstəmli fərqlənə bilər, amma Fəridə Əhmədov hələ ki öz komandasının ən yaxşılarından biridir o gün. Bəli, yandan boş-boş kommentlər gəlir, elə bir ki güclü futbol bilənlər kimi. Fərid Əhmədov burada Cəfər Rüstəmovu gördü. Cəfərin uzun pası birbaşa auta doğru getdi. Təbriz Həsənli. Bugün onun ayağına top değməyib, belə ki. İkram. Murad Rüstəmli. Muradın pası. Kamal topu yaxşı kontrol edə bilmir. Meydançanı tərk edir top. Amma Əhməd Kazimovskidən. Torğul sinəsi ilə qarşıladı. Əhməd! Yox Əhməd. İkram topu oyuna daxil edir. Əvəz Bayramlı və mükəmməl bir şəkildə topu auta göndərdi. Eyb yox, olur. Əvəzə olar. Əvəz bu aralar çox formundadır, amma görünür onun bir ayağında zədə var, ona görə. O qədər də yaxşı təsir bağışlaya bilmir. Cəfər Rüstəmov burada gözlənilmədən fərqi 3-ə çıxarmaq istədi, amma uğursuz oldu. Pişiklər hələ ki bir reaksiya, bir agresiya qoya bilməyiblər meydançada. Əvəz Bayramlı və nəhayət o qədər tənqidin, o qədər atmacanın üzərində Əvəz Bayramlı komandasının və özünün ilk qolunu atır. Hesab arasındakı fərq 1'e enir. Cəfər Rüstəmov başlama zərbəsini yerinə yetirdi. Fərid Əhmədovun zərbəsi bu dəfə qapıda Əvəz Bayramlıdır və nəhayət Təbriz Həsənli meydançadadır. Hücumçuların qorxulu rüyası. Sabir Manaflı, bu arada Sabir Manaflı və Təbriz Həsənli ikilisi həqiqətən təhlükəli bir müdafiə ola bilər. Görək əvvəlki forumlarında sərgilədikləri performansı bu oyunda sərgiləyə biləcəklərmi? İkramın arapası. Təbriz Həsənli Kamala çatmadı bu top. Fərid Əhmədov meydançaya və gol! Bugün kimi tənqid ediriksə qolu imza atır. Kim vurdu qolu? Təbriz! Deyəsən çəkdim, bilməm. O moment özünü də görməmiş ola bilər. O moment mən keçmişsəm çəkdim. Sən kesdin, ne deyəsən? Və bəli.
2-0'dan 2-2'ye bir anda geri dönüş geldi. Size dediğim kimi bu maç bol gol gözlənilir. 8.5 üst yazanlar sevinirlər. Murad Rüstəmli sağ qanatdan hücumu başlatdı. İkramın arapası. Təbriz Həsəni dubl eləyə bilər. Ağrol burada ona imkan vermədi. Təbriz Həsəni burada Mətləb daha aktiv bir şəkildə oyuna qatışıldı ama Təbriz Həsəninin zərbəsi çox gözəl alınmışdı. Kefi köşdü bugün. Elə bir savunma imtahanı yoxdur bunun. Taro driblingini sərgilədi. Mətləb sol cinahda Fərid Əhmədovu gördü. Fərid Əhmədov arada xoşlayır və çox kobud bir müdaxilə. Fərid Əhmədov məyusdur, çünki məhz onun komandasını turnirdən eləyən komanda Sabir Manaflının komandası idi. Ekstra bir kin-küdurət var burada Sabir Manaflıya qarşı. Bunu özü etiraf eləməsə belə. Düz bir başa vurdu Murad Rüstəmlinin yumuşaq nahiyəsinə və bir də vurdu bu dəfə Sabirin yumuşaq nahiyəsinə. Yox, qətiyyən heç bir kin yoxdur burada. Bu sadəcə dostca bir maçdır. Əhməd Kazımov. Ara pası Toğrul. Toğrul'un soyadı neydi? Toğrul Bağmanlı. Kim gəlir rəqibdə şaplayırlar. Təbriz Həsəni. Murad Rüstəmli, Murad ilərlədi. Murad Kamal gözləmədilər. Bir qədər möhkəm alınmışdı bu pas və fərqlənmək üçün bir şans var amma yox. Bu fürsəti əldən verdilər. Təbriz Həsəni güvənli oynuyor, topu uzaqlaşdırır. Cəfər Rüstəmov o qədər də aktiv şəkildə təzyiq göstərə bilmir rəqib müdafiəçilərə. 12-ci dəqiqənin sonundayıq. Təbriz Həsəninin uzaqdan yoxladığı zərbə. Sadiq burada müvəffəq bir şəkildə topu uzaqlaşdırır. Fərid Əhmədovun pası və Cəfər Rüstəmov. Fərid Əhmədovun ikinci asistini və Cəfər Rüstəmov öz adını tabloya yazdırmağı bacarır. Çox gözəl bir gol idi. Qapıçı da bu həmləni gözləmirdi. Görək pişiklərin bu qola reaksiyası necə olacaq. Təbriz Həsəni, Murad Rüstəmli, Muradın ara pası və Əvəz Bayramlı Murad Rüstəmlinin pasını mükəmməl bir qola çevirir. Dərhal cavab verdilər. Yerində cavab verdilər. 3-3. Cəfər Rüstəmov da eyni cəhdi göstərdi amma uğursuz oldu. Bəli, Əvəz Bayramlı qapıdan çıxar-çıxmaz adını tabloya yazdırır. Əvəz Bayramlı bu pası gözləmirdi. Təbriz Həsəni acımasız bir şəkildə topu qapıya göndərmək istədi amma uğurlu olmur. Sadiqin qapıdan çıxdığını görürük. Görək iləridə necə bir təsir bağışlayacaq. Əhməd Kazımovski. Sadiq. İkisi də topu boşda qoydu, getdilər. Və Cəfər Rüstəmov yenə eyni tərz bir qolu yerinə yetirməyə çalışdı amma yox. Bu dəfə uğurlu olmadı. Fərid Əhmədov. Fəridin içəriyə doğru göndərdiyi bir topu qursuz. Pişiklərin hücumu yox, olmadı. Fərid Əhmədov. Ara pası Sadiq. Sadiqin pası Təbriz Həsəni topu uzaqlaşdırdı. Gərgin anlardı. Top hələ ki yerində dayanmır. İkram burada topu itirmək üzrədir. Yox və top hələ də həmişə yaşıldadır. Sadiqin uzaqdan zərbəsi top az fərqlə qapının sağ aşağı yanından keçir. Hesab 3-3'dür. Bir anda oyun sürətləndi. Bir anda komandalar reaksiya verməyə başladı. Görək, meydançada bir çox prinsipial oyuncu var. Onlar bu günləri necə bir oyun sərgiləyəcək görəcəyik. Üçüncüdən zərbə. Topun arxasında Əvəz Bayramlı və top az fərqlə Sabir Manaflının başının üzərindən keçir. Onun komandası da bu cür duran toplardan faydalanmağı xoşlayır. Mətləbin pası Fərid bir qədər əslində gözləmirdi bu pası. Sadiq.
Sadiq uzaqda gördü komanda yoldaşını, amma çox irəli getdimi yox. Top meydançanı məhz pişiklərdən tərk eləyir. Fərid Əhmədov. Top pişiklərin qapısındadır. 5 nəfər topa toxuna bilmədilər ya. Bunlar Allahdan bunlara pul zad vermirlər. Belə futbolçular. Mətləb. Mətləbin pası Fərid Əhmədov. Əvəz Bayramlı. Bu ikili eyni komandada olanda 5 dəqiqə mübahisə eləmədən dayana bilmirlər. Allahdan bugün fərqli komandalar var. Təbriz Həsənli. Təbriz Həsənlinin pası yaxşı düşünülmüşdü, amma və qayda pozuntusu. Komendatorun pası və oyun qaldığı yerdən davam edəcək. Vur deyir. Vur deyir. Möhtəşəm bir gol. Yəni ümid edirəm ki, orada niyyətli bir şəkildə zərbə yox idi. 4-3. 4-3. 4-3-dür. 4-3-dür. Həmişə yaşıl komandası bir fərqlə önə çıxır. Elə həmişə yaşıl komandası önə çıxır, pişiklər onlara çatır. Görək bu dəfə də elə olacaqmı? Murad Rüstəmli birbaşa topu rəqibin müdafiəsinə atdı. Öz komandasından ona qarşı üsyan var. Deyirlər elə pas olur. Mətləb topu burada özündə saxlayayım dərkən itirdi, amma out onlarındır. Əhməd, Fərid. Fəridin zərbəsi top qapının az fərqlə solundan keçir. Kamal hələ də qapıdadır. Cəfər deyir ki, biraz Kamalı çıxardaq qapıdan. Bəli, siz eşitməsəniz də mən bunları sizin üçün yüksək səslə səsləndirirəm. Murad Rüstəmli öz komanda yoldaşlarını da aldatdı və topu çox pis bir yerə atdı. Təbriz Həsənli, Murad Rüstəmli! Bunu birbaşa özü vurdu, hə? Yəni heç kimə dəymədi. Tamam. Mən bunun üzərinə heç bir şərh bildirməyəcəm. Özünüz gördünüz. Mən belə inana bilmədim də, yəni ki, bəlkə kiməsə deyib dedim orada. Yəni başlığın arxası ilə topu 2 dəfə çilədi və sonra həqiqətən bugün meydançada çox fərqli şeylər görürük. Uzun bir pas düşündü burada, yox. Qapıda isə bu dəfə ikram var. Kamal topun arxasındadır. Mənə də fake atdı burada Kamal və pası Sabir Manaflıya. Sabir Manaflı əks cinaha göndərdi. Murad Rüstəmli. Muradın gözəl pası Sabir Manaflı. Gabriel Martinelli ayağı bir zərbə gəldi Sabirdən. Və Cəfər Rüstəmov da ondan geri qalmır. Bəli, yarışırlar onlar. Kim daha realistik gol qaçıracaq? Görək. Əvəz Bayramlı, Göşən keçdi Sadiqi, bir dənə də aldı zərbə Sabir Manaflı. Heç olmasa bu dəfə qapıya. Topun arxasında Sabir Manaflıdır. Normalda o cərmə meydançasında olur. Bu günləri içəriyə doğru şişirdi topu, amma Sadiq qarşıladı. Sadiqin pası əks hücum yaradır. Mətləblə Cəfər. 2 Real Madridli. Hələ ki komandalarının qol yükünü məhz bu iki addaşır. Murad Rüstəmlinin zərbəsi yenə canlı səddən qayıdır bu top. Boşdu deyir. Təbriz Həsənli içəri şişirdi bu topu. Yenə Fərid Əhmədov. Sadiq topu uzaqlaşdırmağa çalışdı. Təbriz Həsənli çox sakit bir şəkildə kontrol edildi. Yenə Sadiq. Əhməd də Sadiq 2 uzun stoper bugün havadan top keçirmirlər. Kamalın arapası. Əvəz Bayramlı. Əvəz Fərid Əhmədovu keçə bilmir. Fərid Əhmədov ikinci rəqibini keçmək istədi, amma uğurlu olmur.
Əvəz Bayramlı təmkinli oynayır. O bilir ki, elə Fəridlə yenə qarşılaşacaq bu oyun boyunca və intiqamını ala biləcək orada. Cəfər Rüstəmov yaxşı düşündü, amma anlaşa bilmədilər mətləblə orada. Sabir Manaflı. İkram. İkramın aldadıcı bir pası. Top elə də pişiklərdə də deyəcəkdim ki, həmişə yaşıl komandasının hücumçusu Cəfər Rüstəmov artistlik eləyim dərkən topu itirdi. Dərbizə sənli. Murad Rüstəmli zərbə vurmadı və fərqlənmək üçün yaxşı fürsət idi, amma təəssüf ki, Əvəz Bayramlı bunu boşa verdi. Həmişə yaşılın zərbəsi top az fərqlə qapının yanından keçir. Cəfər Rüstəmov dublu çox az fərqlə itirdi. Dubl şansını. Murad Rüstəmli. O qədər artistlik eləyəsən, axırda topu itirəsən. Top az fərqlə qapının yanından keçdi. Qapıdan zərbə, hesab elə də 4-3-dür, həmişə yaşıl komandasının üstünlüyü ilə. Fərid Əhmədov. Gərgin oyun gedir, Təbrizəsən əsəbləşdi, keçmək istəyir burada. Pasını verdi, topu uzaqlaşdırır təhlükədən. Ay bilə deyir, Kamalın içəriyə doğru pası, Sadiq qapıçı yerindədir. Sadiqi də elə bir şey olmamış kimi qapıya salırlar, uşaq oynasın da. Murad Rüstəmli. Təbrizəsənli çox yaxşı anlaşdılar. Kamalın pası. Çox əla kombinasiya idi, amma bu kombinasiya ilə bağlı şərh elə Murad özü bildirdi. Mətləbin Cəfərlə anlaşması burada top qapı xəttini keçmir elə də. İkram inamlı oynadı. İkram bu epizodu çox uğurla sonlandırır. Üstəlik səhv eləmirəmsə qapıçı ola. İkram Dərcili deyəsən soyadı. Oo, yenə İkram. Murad Rüstəmli və hər maçda olduğu kimi Əhmədin açıqçısı yenə düşdü. Muradın ara pası burada əvəzlə bir-birlərinə başa düşmədilər. Murad Rüstəmlinin başı əllərinin arasındadır. Sadiq top oyunu daxil edəcək. Fərid Əhmədov. Fərid təmkinlidir, udan tərəf odur. Tələsmirlər onlar. Toğrulun ara pası bir boşluğa doğru getdi. Kamalın uzun pası burada Əvəz Bayramlı qarşıladı, kontrol elədi. Bu hücum qolla yekunlaşsa Əvəzin zəhməti böyükdür deyəcəm, amma Əhməd ona oynamağa icazə vermədi. Murad. Yox. Bugün Fəridi kəsə bilmirlər və qayda pozuntusu var mı orada? Heç də yoxdur deyir rəqib komandası. Çox ədalətli bir şəkildə oyun davam edir. Və Sabir Manaflı'nın Murad Rüstəmliyə doğru göndərdiyi pas. Murad Rüstəmli bugün bəli. Oyun qurtarmayıb, bunlar üzrə qucaqlaşırlar. Və qapıçı İkram. Sabir Manaflı. Əvəz Bayramlı'nın nolluk pası amma. Fərid Əhmədov. Hələ ki komandanın ən yaxşılarından biridir. Gördü burada. Toğrulun pası. Solda Mətləb var. Mətləb. Keçmək istədi, rəqibinin uğursuz oldu. Toğrul sakit bir şəkildə kontrol eləyir. Fərid Əhmədovu burada sıxışdırırlar, amma topu itirmir. Yenə bu ikisi mübahisə eləyirlər. Bunlar eyni komandaya qoymadılar ki, mübahisə eləməsinlər və burada Cəfər Rüstəmov. Kameralarımıza detallı bir şəkildə düşdü bu epizod. Yəqin ki 2 dəqiqə boyunca da bunu belə görməyə davam edəcəyik. Bu ağrı o qədər də asanlıqla keçən bir şey deyil. Eşitdin Tarık, sən lazım idi. Neysə, Sabir Manaflı. Murad Rüstəmli öz komanda yoldaşını da aldatdı burada. Niyə pası vermədin orada, ay Murad?
Çünkü bu epizoda göre ama o da çölə vurdu. Eyb yox, eyb yox. Pişiklər daha bir fürsət əldən verdi. Əvəz Bayramlının zədəsi özünü bir uza verir. Sabir Manaflı burada Sadiq inamlı təsir bağışladı və topu dərhal irəli atır. Cəfər Rüstəmov. Qapıda Murad Rüstəmli var. Birbaşa küncdən zərbəyə. Bəli, bəli. Nə qədər gözəl qol vursa da ara sırada zədəsindən dolayı bu zərbə qaçınılmaz idi. Təbrizə Sənli çox soyuqanlı bir futbolçudur. İkram. İkramın pası Əvəz Bayramlı. Əvəz içəri şişirdi. Amma kimə? Kəmalın boyu o qədər də uzun deyildi. Amma burada küncdən zərbə iddiaları var və bəli, burada Əvəz Bayramlının heç bir günahı yox imiş mənim səhvimdir. Kəmal, İkramın ara pası çıxartdı burada. Əvəz Bayramlı bir daha denədi amma bu dəfə Kəmal topa çata bilmir. Sadiq top oyuna daxil edir. 27-ci dəqiqənin əvvəllərindəyik. Bunlar ikinci dəfə deyə belə topu boş verdilər. Nə bildim qucaqlaşacaq Cəfərlə topu. Yenə nə olub pas bu dəfə yenə Fərid Əhmədov. Bu uşaq daha nə etsin? Daha nə etsin ya? Yəni adam asist eləyir, müdaxilə eləyir. Hücum başladır. Çıxıb özü mü qol vursun? Təbrizə Sənli. Zərbəsi qapının yanından keçir. Əhməd qapı boşdur deyir Murad Rüstəmli amma bir dənə Təbrizə keçə bilmədi Əhməd. Əhməd topu birbaşa Təbrizə Sənlinin ayağına vurur və top meydançanı məhz həmişə yaşıl komandasından tərk edir. Əvəz Bayramlı topu aldı rəqibindən. Uzun pas. Bir qədər sürətli oldu burada. Kəmal topa çata bilmir təəssüf ki. Əhməd Kazımovski topu axtarırdı, tapdı. Əhməd Təbrizi keçə bilmir və top meydançanı tərk edir. Pişiklər komandasından. Toğrul. Mətləb, Fərid. Anlaşa bilmədilər burada Mətləblə Fərid. Necə? Deyir Mətləbin corabı yaşıldır deyir, çaşdırıram deyir. Yəni belə də bəhanə yoxdur da, yəni də belə bir bəhanə yoxdur da. Yəni bu qədər təriflədik Fəridi amma ya bu qədər də yoxdur. Ağladı və Əvəz Bayramlının çox gözəl pası. Kəmalın pası. Təəssüf ki uğursuz oldu. Çox gözəl bir hücum alına bilərdi. İkram içəriyə doğru şişirdi. Əvəz Bayramlı qarşısında Fərid Əhmədov var. Yox, bu yoxdur. Bu oyunda belə şeylər yoxdur. Təəssüf ki, bunları eləməyək. Girmirsizdə bir nəfər var. Ayıb şeylər deyirlər. Təbriz Həsənli topu hamıdan öncə yüksəlir. Hamıda dediyim yanında Sakat Cəfər var. Eyb yox. Kəmal Fəridi keçməyə çalışdı. Uğursuz oldu təəssüf ki. Cəfər İslamov Təbriz Həsənli keçə bilmir. Təbriz Həsənli görür belə sakat adam var. Sıxışdırır. Fərid Əhmədov. Əsas odur yaşıl corabları ilə çaşdırmasın Mətləbi. Belə sıkıntı yoxdur. Sabir Manaflı Toğruldan aldı topu amma verdi Cəfərə. Cəfər topu itirir. Cəmaatın səsi ilə işimiz yoxdur. Əvəz Bayramlı çiyni ilə çox gözəl bir şəkildə saxladı topu. Əvəz Mətləbi keçdi. Topu az qala Cəfərə verirdi amma yox. Sabir Manaflı əksinə baxdı. Topu buraxdı Əvəz Bayramlıya. Əvəz Bayramlı Mətləb ona qarşı pressinq eləyir və Mətləbin pressinq öz bəhrəsini verdi. Ara pası uğursuzdu amma Əvəz Bayramlı yenidən topladı. Əvəz Bayramlı düşündü burada amma Fərid Əhmədov. Murad Rüstəmli.
qəribə hərəkətlər elədi, topu ötürdü. Topsa onun rəqib komandasındadır və Sabir Manaflının son anda müdaxiləsi. Murad Rüstəmli ən sevmədiyi pozisiyadır qapıcı. Orada olanda belə artist eləməyə çalışır və Əvəz Bayramlı İkram Kamal zərbəsi gol! Hesabla tarazlıq var. Pişiklər hesabı tarazlayır. 4-4. Ardasa 10 dəqiqədə, 15 dəqiqəlik gol səsi gəlmirdi bu meydancada və nəhayət gizli silah deyir. Yəqin ki Əhmədi deyir o. Amma yəni fiziki olaraq gizli silah. Əhməd birazdan sakatlayacaq rəqib komandanın oyunçularını. Fərid Əhmədov. Fərid Əhmədovun pası uzun getdi. Mənə səsləndi. Hə. 4-4. Şota nə deyirsən? Elə bir ki kupon zad yazıram. Şota. Cəfər Rüstəmov! O pas idi deyir. Həqiqətən kaş qapıya vurardı. Qəşəng uğurlu ola bilərmiş. Əvəz Bayramlı yenə öz komandasının oyuncularına qarşı üsyan eləyir. Kamal burada topu Mətləbə qarşı itirdi, amma Mətləb də burada topu özündə saxlaya bilmir. Murad Rüstəmli topu pasını verdi. Mən də danışa bilmirəm. 32-ci dəqiqədir. İkram, Kamal hamıya fake attı. Topu özündə saxladı. Cəfəri də ara yerdə sakatladı orada, amma Mətləbin anidən pası. Cəfər qarşısında 3 rəqib futbolçu var. Təbriz Həsənli keçdi. Zərbə! Cəfər Rüstəmov dərhal hesabda öz komandasını çıxardır. Sanki həmişə yaşıl komandası pişiklərin qol vurmasını gözləyir. Onlar rəqibləri qol vuran kimi onlar da dərhal hesabda bir qola imza atırlar. Ay Əvəz. Murad Rüstəmlinin pası Kamal topa çatdı. Zərbə fürsəti verilmədi Əhməd ona. İkinciden zərbə topun arxasında Kamal'dı. Aniden başladı. Murad Rüstəmli top yine kapının üstünden keçir. Oyda bunlar hamısı bizim maça baxmaya gəlirlər. Bilseydik bilet satardıq. Vallahi böyle şey olur. Ya yo bunlar növbəti maçın adamlar. Tamam. Neyse bu videonu pullu platformada koyarız. Kamal'ın geri pası Sabir Manaflı. Sabir Manaflı riskli bir pas ama top komanda yoldaşına çatdı. Əvəz Bayramlının pası Təbriz Həsənlinin pası İkram burada Mətləb ona qarşı inamlı oynuyor. Top meydançanı tərk edəməyib. Əvəz Bayramlı topu itirmədi. Əvəz itirdi. Cəfər Rüstəmov. Top qapı direğində ilişir. Fərqi artıra bilərdilər. Murad Rüstəmlinin ara pası. Əvəz Bayramlının pası. Top keçmədi. Cəfər Rüstəmov qapıçını keçdi və gol. Fərq 2-dir də. 6-4 oldu. 6-4. Oyda yıxılmışdı. Murad Rüstəmli, Əvəz Bayramlı burada tartışan yerdə. Cəfər Rüstəmov hesab arasındakı fərqi 2-yə çıxardı. Biabırçılıq. Təbriz Həsənli, İkram, Təbriz Həsənli bir qədər pis düşdü top onun qabağına. Köşdü Əhmədi. Təbrizin içəriyə doğru pası. Hayf. Fəridin uzun pası. Toğrul aşırma üsuluyla top rəqibi keçməyə çalışdı. Uğurlu olmadı. Fərid Əhmədov. Fəridin geri pası Mətləb bu pozisiyada bir qədər daha geridə oynayır. Cəfər Rüstəmov aqressiv bir şəkildə topa girdi. Atmadı. Yenə Cəfərlə Mətləb ikilisi. Mətləbin içəriyə doğru pası amma keçmir. Təbriz Həsənli uzaqlaşdırdı topu.
Pişiklər üçün fərqlənmək fürsəti. Oyda! Oyda! Və dərhal rəqib topu verdi Murad Rüstəmliyə. Murad Rüstəmlik. Ay, biabırçılıq. Yəni mənim bu da bir reaksiya veriyor bilmiyorum. Ay Murad oyna. Təbrizə sənli, Əvəz Bayramlı, Əvəz. Murad Rüstəmli, solda İkram var. Uzaqda burada düşündü Murad Rüstəmlinin zərbəsi Əhməd. Təbrizə sənlini birbaşa çölə vurdu. Qapının, yəni stadionun yuxarısına vurdu ya, yəni. Divara da yetmədi top. Eyb yox, amma onun bugün nə qəşəng qolu var, ona bir şey deməyək. Tağrol. Mətləb. Geridən oyun qurmağa çalışır və Mətləb mən bu pası şərh eləmək istəmirəm. Əvəz Bayramlı, Təbriz Həsənli, solda Kamal var. Təbriz Həsənli içəriyə doğru şişirdi, amma İkram topa çata bilmir. 37-ci dəqiqədəyik və hesab hələ də 6-4-dür. Fərid Əhmədov, Mətləb, Əhməd. Əhməd top meydançanı İkramdan tərk edir. Cəfər Rüstəmov qarşısına iki rəqibini aldı. İkisindən keçdi. Zərbə! İkinci dirəydi bugün Cəfər Rüstəmovun. Bu qol olsaydı həqiqətən maçın gözəl qollarından biri olardı. Biraz sakitdə qurban olun. Top meydançanı İkram Dərzilidən tərk edir. Fərid Əhmədov. Fərid. İki rəqibini keçə bilmədi burada. Fərid Əhmədov eyni vaxtda iki nəfərə qarşı fol elədi. Bunu necə bacardı bilmirəm. O qədər təriflədim axırda. Eyb yox. Futbolda belə ştraflar, belə incə-mincə follar olur. Murad Rüstəmli. Ay Murad Rüstəmli. Burada Kamalı düşünmüşdü, amma təəssüf ki top rəqib müdafiəçi Sadiq tərəfindən uzaqlaşdırılır. Əvəz Bayramlı topu birbaşa müdafiəçiyə atdı. Təbriz Həsənli, Əvəz Bayramlı ayağının altı ilə topu saxladı burada Əhməd və yerdə oyunçu var. Amma hücum davam edir. Çox az belə. Toğrul burada təlimatını verdi, amma hücumu quran pişiklərdir. İkram. Əvəz Bayramlı o qədər göstərmədi. Əvəz Bayramlının geri pası Murad Rüstəmliyə qarşı. Yəni uduzan yerdə Murad Rüstəmlidə olan bu özgüvən kaş məndə də olsa. Sabahları imtahanım var, bu özgüvəndən istəyirəm. Təbriz Həsənli topu verdi burada Murad Rüstəmliyə. Əvəz Bayramlının zərbəsi top yenə Fərid Əhmədov tərəfindən qarşılanır. Murad Rüstəmli iki rəqibi var qarşıda. Topu içəriyə doğru şişirdi. Əhməd Kazımovski topu çiyni ilə qarşılayır. Təbriz Həsənli inamlı təsir bağışladı. Topsa meydançanı həmişə yaşıl komandasından tərk eləyir. Murad Rüstəmli əl işarələri elədi burada. Heç Təbriz də başa düşmədi bunları. 6-4. Mən bu pozisiyanı çox çəkmək istəmirəm və keçdim o biri tərəfə. Fərid Əhmədov. Fərid Əhmədov qarşısında Əvəz Bayramlı var. Cəfər Rüstəmovu düşündü, amma top ona çatmır və çox kritik bir müdaxilə. Kamal burada əks hücumdan fərqlənməyə çalışdı, amma Mətin ona icazə vermir. Murad Rüstəmli, ya bu qapıcı Sadiq, bu necə bir reaksiya idi? İkram Künzən zərbəni yerinə yetirəcək. Təbriz Həsənli topu saxladı. Zərbə fürsəti vermədilər ona. Əvəz Bayramlının zərbəsi yenə Fərid Əhmədov. Əhməd
olsun, yaxşıdır, nə olsun. Eyni evdə qalırsınız da, ala. Murad Rüstəmli və Kamala doğru göndərilmiş bir pas. Kamal topu kontrol edir. Kamalın pası uğursuzdur. Cəfər Rüstəmov burada topu kontrol edə bilmədi. Əvəz Bayramlı, Əvəz Bayramlı, Əvəz Bayramlı, Əvəz Bayramlı və top yenə Fərid Əhmədov tərəfindən uzaqlaşdırılır. Cəfər Rüstəmovun möhtəşəm bir qolu. Bu uşaq elə zədəli oynayır. Zədəlidir bu arada hissəsi. Həmişə kontratakdan yeri. Tartışıla bilər. Maçdan qabaq getdi ki, mən zədəliyəm, mən bəlkə keçim rəqib komandaya. Normalda sağdakı komandada oynamalıydı Cəfər Rüstəmov, amma heç elə təsir bağışlamır zədəliymiş kimi. Əvəz Bayramlı dərhal bu qola cavab verir. 2 fərq, 7-5. Mahmut Dəstəqə. 10 dəqiqə var hələ. 9 dəqiqə var. Fərq 2-dir, 2-dir, 7-5-dir. 7-5-dir, 7-5-dir. Sayırıq. Bu özündən şot deyir. Kimdir o? Ya Allah'tan video var. Kimə tutsan sübut eləyəcək ki, yox ay. 6-4 oluyor. Vapşı başqa şotdur. Bəli, Cəfər Rüstəmov. Ay bilə, o niyə gəlir ya bura? Neyse. Cəfər Rüstəmovun pası Sabir Manaflı tərəfindən dəf edilir. Sabir Manaflı çox yaxşı ayaq qoydu burada. Murad Rüstəmli, qarşısında Mətləb var. İkram topu verdi Əvəz Bayramlıya. Əvəz Bayramlı Fərid Əhmədovu keçir. Top az fərqlə qapının yanından keçdi. Maçdakı son dəqiqələrdir artıq. Və pişiklər bu hesabı bağlamaq istəyirlərsə daha aqressiv bir reaksiya ortaya qoymalıdırlar. Cəfər Rüstəmov. Fərid Əhmədov, Cəfər Rüstəmov qarşıda 3 oyuncu var. İkisini keçdi, üçüncünü keçəcəm dərkən dördüncü yerli topu aldı ondan Murad Rüstəmli. Çox sürətlidir Murad Rüstəmli. Bir dənə topu qapıya da vura bilirsə əla olacaq amma qapıcı Sadiq. Yəni həmişə yaşıl komandasının ən böyük avantajlarından biri də bəlkə odur bugün. Oyuncular artıq öz ayaqlarına sahib çıxa bilmirlər. Hamısı çox aqressiv bir şəkildə oynayır. İkram, Murad Rüstəmli. Muradın pası, Əvəzin pası, Kamal. Gol! Kameralarda yaxşı düşməsə də inanırıq oyuncuların kommentlərinə və 7-6 hesab arasındakı fərq minimaldır. 2 dəqiqə qaldı. 6 dəqiqə, 7 dəqiqə deyənlər də var. Görək. Oy. Bunlar da elə qol yeyən kimi topu çırpırlar rəqibə. Sadiq. Bu qolu gözləmirdi o. Pişiklər komandasının oyuncuları hələ indi öz pozisiyalarını tapırlar. Cəfər Rüstəmov. Kamalı keçdi burada. Top Mətləbdədir. Mətləb. Burada qayda pozuntusu var idi. Avantajdan yararlanmamağa qərar verdilər. Toğrulun zərbəsi Murad Rüstəmli. Öz bədəni ilə topu qarşıladı. Muradın irəliyə doğru pası Cəfər Rüstəmov. Topun önünü kəsir. Fərid Əhmədov. Xoşlayır buradan zərbələri. Top qapı xəttini keçmədi. Murad Rüstəmli. Toğrulu keçdi. Cəfəri keçməyə cəhd göstərdi. Keçə bilməyib. Belə ki, pas verməməkdə israrcıdır. Alaver qutardı. Kamal irəli doğru getdi amma Əhməd Kazımov. Təəssüf ki, yaxşı anlaşa bilmədilər. Onlara gol lazımdır. Son 5 dəqiqə deyir yan hakim. Görün bu oyuna nə qədər adam baxmayadır. Yəni bu adamların bundan sonraki maçla heç bir əlaqəsi yoxdur. Sadiq topu qarşıladı. Pasını verdi Toğrul.
Toğrulun pası Mətləb. Top elə də Mətləbdədir. Mətləbin pası Toğrul. Toğrulun uzağa doğru pası. Cəfər Rüstəmovun bütün cəhdlərinə baxmayaraq topu qapı xəttini keçmir. Fərid Əhmədov, Mətləb topu saxlamağa çalışır. Amma həmişə yaşıl komandasından top oyunu tərk edir. Murad Rüstəmli, Kamal İkramı gördü burada. İkram burada bir qədər kobud oyun var amma oyun davam edir. Təbriz Həsənlinin zərbəsi. Bu gol həm maçın qolu, ən gözəl qolu, həm də həll edici qol ola bilərdi bəlkə də. Əhməd Kazımov. Mətləb burada Fəridi düşündü amma təəssüf ki yox. Sabir Manaflı nə söyüş orada. Heç yaraşdırmadığımız ifadələrdir bunlar. Kamal top elə də meydançadadır. Kamalın içəriyə doğru pası. Amma yox. Şeylər bu zərbəni qolla yerinə. Olmadı. Yaraşmadı bu həmlələr. Təbriz Həsənli dərhal topu uzaqlaşdırır. Komandaşı ona qarşı üsyan eləyir. Toğrul şişirmə üsulu ilə topu irəli göndərdi amma ay kişi, Azərkeşlər bu görüntülərdən xeyli əylənirlər və uşaqlar qarın dadını çıxartdı. Əhməd Kazımov topu dərhal uzaqlaşdırdı. Neçə dəqiqə qalıb? 2 dəqiqə yarım qalıb deyir. Əhməddən yenə gözlənilməz həmlələr. İkram pas vermədi və Əvəz Bayramlı. Mahmud neçə qalıb? 2 dəqiqə. 62 zadı yox, görürüm. Kimsə sakatlamasa yaxşı. Toğrul geri pası Əhməd dribling eləyərək Murad Rüstəmlinin keçmək üzrə idi. Fərid Əhmədovun ara pası. Mətləb Təbriz Həsənli bütün komandasının ümidlərini canlı saxlamağa davam edir. Əvəz Bayramlı Mətləbi keçdi. Əvəz Bayramlı. Ankara Messi. Necə bunu yerinə yetirə bilmədi? Əvəz Bayramlı. Tarixə düşəcək bir gol ola bilərdi bu. Son dəqiqədir demək olar ki. Son 2 dəqiqə deyir. Onun verdiyi məlumatlara çox güvənmək olmaz. O bayaqlarda başqa şey deyirdi. Amma o civarlarda bir şey qalıb. Sadiq dərhal topu oyuna daxil edir. Top ilişdi. Murad Rüstəmli qarşısında Cəfər Rüstəmov var. Muradın pası Kamalın ara pası. Burada o qədər də dəqiq olmur. Sadiq Cəfər Rüstəmov təmkinli bir şəkildə oyna deyir. Vaxt onların işinə gəlir. Son 1 dəqiqə. Cəfər Rüstəmov uzun pası burada Sabir Manaflı tərəfindən qarşılandı. İkram girdi cərimə meydançasına. Yox, Əhməd Kazımov ona icazə vermir. Küncdən zərbə. Bu epizodda qapısı da çıxmalıdır əslində. Barmaqlarının ucu ilə. Qaç qabağa, çıx qabağa. Təbriz. Daha bir küncdən zərbə. Qapıçı da bu dəfə rəqib cərimə meydançasına gəldi. Allah, belə yerdə fora verirlər. Uydo. Nələr baş verir? Son dəqiqələrdə bu nə maçdır? Burax deyir Fərid Əhmədov. Təbriz Həsənli fərqin 2-yə çıxmasını son anda əngəllədi. Deyən ki bu hücumları sizi biabr olmayasınız. Sabir Manaflı və daha bir küncdən zərbə. Hələ ki növbəti komanda maça girməyib. Ona görə bizimkilər utanmadan oynaya bilirlər.
Və dərhal Sadiq burada top uzaqlaşdırdı. Mətləb uzaqdan endirdiyi bir zərbə. Adrenalindən, heyecandan artıq komandalar özlərini düzgün idarə edə bilmir. Hətta o biri komandanın da yadından çıxıb ki, oyuna girmək lazımdır. Hələ qutarın da. Və bəli, sevgili tamaşaçılar, maçımız sona çatır. 7-6 hesabı ilə bu maç sona çatdı. Bəli, Fərid Əhmədov, bu maç barəsində nə düşünürsünüz? Qəşəng maç idi, qonaqlarımız var idi. Maçın ən yaxşılarından da biri siz idiniz. Estağfurullah, burada. Yəni müdafiədə çox inamlı təsir bağışladınız. Kameramandan Bəli. nümunə alırdım ona görə. Oo, İzləyicilərə qəşəng. Buradan bütün azarkeşlərə, Hoş bir də alır, qonaqlara transferimiz. salam olsun. Xoş Əhməd oğlanlarına salam. Bəli. Əhməd oğlanlarına salam. Təkliflər amma salam. Bəli. Əhməd, Toğrul, siz nə demək istəyirsiniz maç Çəkilişə haqqında? görə əvvəlcən təşəkkür edirik. Nə demək? Buyurun. Maraqlı oynayır, bomboş. Əla Oyun maç var idi, idi. prosta şəxsi oyunumdan məmnun deyiləm. Ayda. Son neçə oyunda məmnun deyiləm ümumiyyətlə. Təəssüf. Bunun üstündə işləyəcəm. Ümid edirəm ki, operatorumuz bu barədə köməkçi olar mənə. Əlimdən gələni eləyəcəm, görək nə olacaq. Və son olaraq sizdən də sözü alım. Ben yeni transferim. Aha. Yıldız Teknik Üniversitesi'ne. Eyvallah. Biz burada statistikalarına danışırıq. Eyvallah, Gördüğünüz kimi aferin. 12 kilometre qaçmışam. Qəşəng. Həmişə Əla təsir bağışladınız. Çox sağ olun. Son olaraq gedin bir nəfərdən də söz alın və bu buraxılışı sonlandıraq görək kim var orada. Bunlar yox. Yox, bu da yox. Maraqlı kim var? Yaxşı, Sabir. yaxşı. Bəli, son sözləri səndən və videonu yekunlaşdıraq. Rezalet. Son dakika zaten bana bir foul yapıldı. Bu şerefsizlik yapıldı. Aha. Onun dışında da bir şey diyemiyorum. 3 tane rezalet gol yedim. Bunun fazlası bir şey yok. Eyvallah. Bəli. Şey bu kadar. Bəli. Yazdan sonra eve dönüşünü fikirləşdim. Dedim yok yalan. Bəli Sabir. Sənə də sənin komandavada Çempionlar Liqasında uğurlar diləyirəm. razı olsun. Mən üstümdə şey var. Cinayət etmiş. Və bəli sevgili tamaşaçılar, sağ ol dinən yekunlaşdıraq. Sağ ol dinən videoyu Sağ olun. Görüşək. görüşərik Bir dahaki dedi. maçta Sağ ol. görək.